Dünən 10-cu Dərin Dəniz özülündə baş vermiş yanğınla bağlı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ilə telefon balansı yaratdıq. Salam Mirvari xanım, dənizdə nə baş verir? Dünənləri 2 dənə hadisə olub. Biri şeydə bu neft daşlarında olub, estakada uçub adamlar, 3 adam ölüb. Dalıncadakı platformada mənim məlumatıma görə 32 nəfər ölüb. Bunlar hələ ki gizlədirlər, bilmirəm, dərsi nə olacaq. Metalon çanı qırılıb, düşüb kabelləri. Elə bir ki, metalon çanı düşüb kabellər üstünə. Kabellər üstündə qırılıb, yağış da yağırmış, hava yağış da olsun görə. Orada qırıltımlar əmələ gəlir, başlayıb alışıb yanmağa. Bu yüzden önce görməkdə vəziyyət gərgindir. Bütün kommunikasiyada rabitə kəsilir. Yəni o kabellər qırıldığına görə bütün rabitə kəsilir. Bunlar da təhsil adamlar evakuasiya eləməkdən ötürü yığılır o şeylərə, atılır dənizə. Onun da biri ilişib havada qalıb, aşağı bilmirlər. 3 nəfərlə bir ki, o aşağı verilmiş, hətta ilişib qalıb. Deyilmir. Çırpıb platformaya qırılıb düşüb aşağı dənizə. Aha. Amma qırılıb düşəndən o xəbərlər yox ki, o hardadır. Başa digərlərdəki cəmi eləmiş ki, orada bir o tapı var, həmin orada düz adamlar sağda olar, çıxardıblar, orada desə səfərləmişsə 22 nəfər adam olub. O itkin düşən 22 nəfərdir? Hə, 22 nəfər olsun, o birində olub, o tapıb çıxardıblar. Qalanları amma o platformanın altına düşənlərdən deyirlər, çox güman ki, orada sağ adam qalmaz, nəsədə belə şeylər deyirlər. Yəni o ümumiyyətlə proses şayədə deyirlər. Bunu kim deyir bəs? Orada işləyən bizim bir yaxın qardaş vardı o. Yəni o proses iz günüdür da. O da əlaqə saxlayıb oradakilərlə. Demək ki, onların 10 bir yaxını Abdullayev, dedim, Adil. Abdullayev Adil. Neçə nəfər ölənin ehtimal olunduğu var burada? Neçə nəfər ölübdür? Hal-hazırda 42 nəfər deyir. Yəni o deyir ki, 42 nəfər. Ofşi 60 nəfər adam olub. 68 nəfərdə ofşi platformada adam olub. Kömək göndərilibdimi? Necə? Kömək. Kömək Fövqəladə Hallar Nazirliyinin hamısı oradadır. Yəni işləyirlər, hələ ki şey yoxdur. Nə vaxt baş veribdi hadisə? Dünən günorta vaxtı. O çox vaxt. Gəlmişdik, qardaşım itki düşüb orada. Onlar 2 şulub gemirlər, 2 nəfər qayığa. Qayığın biri
qardaşım. Burada tanıdılar qardaşım xəstələri. Aşbaz olub orada. Yox da itkin şu. Nə meyiti var, nə özü yoxdur. Əzimov Rəşad danışan. Bizim burada aldığımız məlumata görə, yəni burada biz 2 nəfər dinləyirdik, yəni özümüz şəxsən. Orada bizə məlumat verdilər ki, şurban biri düşüb dənizə. Bu şurban içində düşəndə biraz xilas olunan olub, qalan da olub. İndi hal-hazırda aldığımız məlumata görə bilmirik hansı halda, bilmirəm. Axtarış gedir ancaq. Axtarış gedir. Rəsmi məlumat nəsə almısınızmı? Rəsmi məlumat almışıq, hal-hazırda gözləyirik başqa heç. Həkimlərdən bir şey öyrənə bildiniz? Yox, onlardan heç. Gəlmişdi xəstəniz, siz içəri buraxdılar, buraxmadılar. Yox, baxmamışlar. Nə deyirlər? Hələ heç bir məlumat vermirlər. Dəqiq bir məlumat vermirlər. Siz getmişdinizmi neftdaşlarına tərəf, o istiqamətə getmiş? Yox, elə birbaşa vuracaq. İçəri keçə bilməmişsiniz də hələ. Bəs hər hansı məlumat almaq falan nəsə olubmu? Yox, məlumat istəyirik. İşləyən yoxdur. Elə deyirlər, gözdən siyahını verəcək. Hələ şey xəbər yox. Həkimlə görüşə bildiniz yoxsa yox? Yox. Sizə danışa bildiniz? Yox, həkimlə görüşmə qoymadılar da. Elə düzgün məlumat verən yoxdur. Siyahı da deyirlər 10 dəqiqə çıxacaq, 15 dəqiqə çıxacaq. Cəmaət deyirlər orada yıxıb tökülüb qalıb orada. Dekabrın 4-də baş vermiş güclü tufan saat 17:40 radələrində Günəşli yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur. Hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində qərargah yaradılmışdır. Qərargahın telefon nömrəsi olan 050 229 35 21 nömrəsi ilə əlaqə saxlamışıq və oradan verilən məlumata görə 33 nəfər xilas edilib. Hadisədən zərər çəkənlər, itkin düşənlər barəsində məlumat yoxdur. İtkin düşənlərin axtarışı davam edir.